Salam, 5-ci sinif Azərbaycan tarixindən 24-cü dərsimizə keçirək. Dərs 24. Azərbaycan xalqı faşizmə qarşı. Qərbi Avropa ölkələrində 1920-1930-cu illərdə faşizm adlı siyasi cərəyan yayıldı. Faşizm, İtalyan sözü olub, dəstə, birlik mənasını verir. İrqçiliyi təbliğ edən bu cərəyanın vətəni İtaliya hesab olunur. İrqçilik, yüksək və aşağı insan irqləri olmasına əsaslanan nəzəriyyədir. Tezliklə faşistlər İtaliya, Almaniya və İspaniyada hakimiyyəti ələ aldılar. Alman faşistlərinin rəhbəri Adolf Hitler idi. O, digər xalqlara qarşı qəddarlığı ilə seçilirdi. Təəssüf ki, o dövrün qabaqcıl dövlətləri faşizm bəlasını doğru qiymətləndirə bilmədilər. Bu isə dünya xalqlarına baha başa gəldi. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə 2-ci Dünya müharibəsi başlandı. Tarixdə o vaxtadək insan tələfatına və dağıntılara görə belə müharibə olmamışdı. Bilirsinizmi, 2-ci Dünya müharibəsi 6 il 1 gün davam etmişdir. Yəni 1939-cu il 1 sentyabrda başlamış, 1945-ci il 2 sentyabrda bitmişdir. Müharibəyə Avropanın əksər dövlətləri, həmçinin Amerika Birləşmiş Ştatları, Yaponiya və Çin də qoşulmuşdu. Hərbi əməliyyatlar Avropa, Afrika, Asiya qitələrində aparılırdı. Yeganə müharibədir ki, tarixdə ilk və hələ ki sonuncu dəfə atom bombasından istifadə olunmuşdur. 2-ci Dünya müharibəsində 70 milyona yaxın insan həyatını itirmişdir. Azərbaycan həmin dövrdə SSR-nin tərkibində idi. Demək olar ki, bütün Qərbi Avropanı özünə tabe edən Almaniya 1941-ci ildə müharibə elan etmədən SSR-yə hücum etdi. Bu dövlətin tərkibində yaşadığımızdan xalqımız da faşizm bəlasına qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk günlərindən minlərlə azərbaycanlı könüllü surətdə cəbhəyə yollandı. Ümumiyyətlə, 2-ci Dünya müharibəsində 700 minə yaxın Azərbaycan vətəndaşı iştirak etmiş, onların yarıdan çoxu həlak olmuş və ya yaralanmışdı. Bunu bilmək maraqlıdır. Müharibənin ilk dövrlərində məlum oldu ki, ön cəbhədə döyüşən Azərbaycanlıların çoxu rus dilini yaxşı bilmir. Bu isə böyük problem yaradırdı. Axı komandirlərin əksəriyyəti rus idi. Əmrlər də bu dildə verilirdi. Onda Sovet rəhbərliyi ancaq Azərbaycanlılardan ibarət hərbi birliklər yaratmağa qərar verdi. Bununla da Milli Azərbaycan diviziyaları yaradıldı. Azərbaycan diviziyalarının da döyüş yolu Qafqazdan başlandı. Qafqaza hücum etməkdə faşist ordusunun əsas məqsədi Bakını ələ keçirmək idi. Hitler Bakı neftinə xüsusi maraq göstərirdi. Bundan ötürü xüsusi plan da hazırlanmışdı. Lakin Sovet döyüşçülərinin qəhrəmanlığı bu planın həyata keçməsinə imkan vermədi. Ön cəbhə. Müharibənin ilk dövrlərindən Azərbaycan oğulları qanlı döyüşlərə atıldı. Onlardan biri də İsrafil Məmmədov idi. Başçılıq etdiyi dəstə Alman faşistlərinin ardıcıl hücumlarının qarşısını ala bilmişdi. İsrafil özü onlarla Alman əskər və zabitini məhv etmişdi. O, qorxmazlığı və igidliyi ilə əskərlərinə nümunə idi. Sovet İttifaqı qəhrəmanı adını alan ilk Azərbaycanlı da məhz İsrafil Məmmədov olmuşdur. Qəhrəman döyüşçülərimizdən biri də Cəray Əsədov idi. Döyüşlərin birində Alman pulemyotçusu hündür bir yerdə mövqe tutmuşdu. O, Sovet döyüşçülərinə baş qaldırmağa imkan vermirdi. Döyüşçü yoldaşlarının həlak olması gənc Cəraya təsir etdi. Sürünərək gizlicə pulemyotçuya yaxınlaşan Cəray qəflətən onun üzərinə atıldı. Sinəsi gülləyə tuş gəlsə də pulemyotçunu sustura bildi. Hücuma keçən Sovet döyüşçüləri yüksəkliyi ələ keçirdilər. İgid döyüşçümüzə ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verildi. 2 dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülən yeganə Azərbaycanlı isə tank qoşunları generalı Həzi Aslanovdur. O, müharibənin ilk günlərindən döyüşlərə qatılmışdı. Bu, ona Alman tankçılarının döyüş üsullarını yaxşı öyrənməyə imkan vermişdi.
Alman tankları keyfiyyətinə görə Sovet tanklarından üstün idi. Zirehləri qalın, atış məsafəsi Sovet tanklarından daha uzun idi. Onlar uzaq məsafədən Sovet tanklarını sıradan çıxara bilirdilər. Sovet tanklarının isə bir əsas üstünlüyü vardı. Onlar Alman tanklarına nisbətən yüngül və sürətli idi. Bunları nəzərə alan Həzi Aslanov düşmənə qarşı xüsusi taktika işləmişdi. Aslanov nalı adını alan bu taktika düşmənə cinahlardan zərbə endirməyə hesablanmışdı. Düşməni irəliyə doğru çəkən general sürətli manevrlar edərək düşmənə cinahlardan zərbə endirirdi. Qəhrəman generalımız 1945-ci ilin yanvarında həlak olmuşdur. Onun ölümü isə müəmma olaraq qalır. Hələ hərbi əməliyyatlar başlanmamış qəflətən atılan mərmi nəticəsində Həzi Aslanov həyatını itirmişdir. Xalqımız öz igid oğlunun xatirəsini əziz tutur. Bakıda və doğulduğu Lənkəranda onun abidələri ucaldılıb. Adına küçə, park, mədəniyyət evi, cəmi və s. vardır. Bunu bilmək maraqlıdır. Həzi Aslanov bir gün 8 yaşlı oğlu Tofiqdən məktub alır. Uşaq atasından faşistlərlə necə döyüşdüyünü soruşurdu. Həzi Aslanov oğluna cavab yazır. Əziz Tofiq, mən sənin əmrini yerinə yetirirəm. Biz hücuma keçdik və öz tankımla 200 faşisti məhv etdim. Bu sizin xoşbəxtliyiniz üçün, xalqımızın xoşbəxtliyi üçün lazımdır. Bilirsinizmi? Züleyxa Seyidməmmədova. Züleyxa pilot kimi peşəkarlaşmaq üçün Hərbi Hava Akademiyasına müraciət edir. Ancaq kişiləri qəbul edən akademiya ona rədd cavabı verir. İnadkar Züleyxa ruhdan düşmür. Mərkəzi komitəyə müraciət edir. Moskvaya məktub göndərilir. Beləcə o, akademiyaya qəbul olunan ilk şturman qızı olur. Təhsilini uğurla başa vurub diplomunu alan Züleyxanın küçə ilə gedərkən radiodan yayılan səs diqqətini çəkir. Müharibə başlamışdı. Seyidməmmədova 500-dən çox döyüşdə iştirak edir, 125 döyüş aparır, 38 Alman təyyarəsi vurur. Aliyə Rüstəmbəyova. Müharibənin ilk günlərindən könüllü şəkildə orduya yazılan Aliyə cəbhəyə yollanmışdır. O, tip sanitar batalyonunda xidmət etmişdir. Aliyə 1941-ci ildə yaralı əskərləri döyüş zonasından çıxararkən əsir düşür. 1942-ci ildə isə partizan dəstəsinin köməyi ilə əsirlikdən qaçmışdır. Partizan fransız sözü olub, düşmən arxasında müstəqil hərəkət edən silahlı xalq dəstələrinin iştirakçısıdır. Heydər Əliyev Aliyə Rüstəmbəyova haqqında demişdir. Mən Smolensk vilayətində partizan dəstələrindən birində döyüşən şərəfli Azərbaycanlı qızı, hərbi həkim Aliyə Rüstəmbəyovanın igidliyini yüksək dərəcədə səciyyəvi hesab edirəm. Partizanlar. Faşistlər işğal etdikləri ərazilərdə də özlərini təhlükəsiz hiss edə bilmirdilər. Yerli əhali silaha sarılıb partizan dəstələri yaradırdı. Əsirlikdən qaça bilən Sovet əskərləri bu dəstələrə qoşulub mübarizəni davam etdirirdilər. Azərbaycan oğulları Avropanın müxtəlif ölkələrində partizan hərəkatına qoşulmuş, igidlikləri ilə ad san qazanmışdılar. Onlardan biri də Əhmədiyyə Cəbrailovdur. Yaralanaraq huşsuz vəziyyətdə almanlara əsir düşən Əhmədiyyə qaçıb fransız partizanlarına qoşulmuşdu. Qısa müddətdə alman, fransız dillərini öyrənməsi ona xeyli kömək edir. O, ən çətin tapşırıqların öhdəsindən gəlirdi. Fransız döyüşçüləri bu qorxmaz və cəsur Azərbaycanlını çox sevirdilər. Əhmədiyyə Fransada Armed Michel, Xarqol ləqəbləri ilə tanınmışdı. Fransa dövləti onun xidmətlərini yüksək qiymətləndirmişdir. Əhmədiyyə Cəbrailov müxtəlif orden və medallarla təltif olunmuşdur. Cəsur partizanlardan biri də Mixailo ləqəbli Mehdi Hüseynzadədir. Hələ müharibədən əvvəl alman dilini öyrənən Mehdi həm də gözəl rəssam idi. O da yaralı və huşsuz vəziyyətdə almanlara əsir düşmüş, əsirlikdən qaçıb Yugoslaviya partizanlarına qoşulmuşdu. Alman dilində sərbəst danışması ona bir çox üstünlüklər vermişdir. Mehdi Hüseynzadə əsl kəşfiyyatçı idi. Faşist zabitlərinin cəmləşdiyi kinoteatr və restoranlar Mixailonun əsas hədəflərindən idi.
O, qorxmadan sərbəst şəkildə Alman faşistlərinin içərisinə sızır, gizlicə məkana partladıcı qurğular yerləşdirirdi. Almanlara silah-sursat daşıyan dəmir yollarında, körpülərdə düşmənə böyük ziyan verən müxtəlif təxribatlar törədirdi. Ciddi itkilər verən faşistlər Mixailonun başına böyük məbləğdə pul qoymuşdular. Bir gün növbəti kəşfiyyat tapşırığını yerinə yetirib geri dönən Mehdi mühasirəyə düşür. Qeyri-bərabər döyüşdə son gülləsinə qədər vuruşmuş və qəhrəmancasına həlak olmuşdur. Ölümündən sonra igid partizana Sovet İttifaqı qəhrəmanı adı verilmişdir. Mehdi Hüseynzadənin qəhrəmanlığından bəhs edən Uzaq Sahillərdə filmi çəkilmişdir. Haqqında kitablar yazılıb. Hazırda adını daşıyan məktəb və küçə vardır. Arxa cəbhə. Döyüşçülərimiz ön cəbhədə qəhrəmancasına vuruşarkən, bütün Azərbaycan əhalisi də cəbhə üçün çalışırdı. Ölkəmizdə müxtəlif növ silah-sursat istehsal olunurdu. Bakı nefti Alman faşizmi üzərində qələbədə böyük rol oynamışdır. Müharibə illərində Bakıda 75 milyon tondan çox neft istehsal olunmuşdu. Tank, təyyarə və müxtəlif texnikalar yanacaq olmadan hərəkət edə bilməzdi. Kimyaçı alimimiz Yusif Məmmədəliyevin rəhbərliyi ilə yüksək keyfiyyətli təyyarə benzini əldə edildi. Bu, Sovet təyyarələrinin sürətini artırmış, havada üstünlük Sovet təyyarəçilərinin tərəfinə keçmişdi. Təbii sərvətləri və ön cəbhədə fəal iştirakı ilə xalqımız faşizm üzərində qələbəyə böyük töhfələr vermişdir. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Atom bombasının hansı ölkəyə atıldığı və nəticələri haqqında məlumat toplayın. 1945-ci ildə 2-ci Dünya müharibəsi zamanı atom bombası Amerika Birləşmiş Ştatları tərəfindən Yaponiyaya atılmışdır. 6 avqust 1945-ci ildə Xirosima şəhərinə, 9 avqust 1945-ci ildə isə Nagasaki şəhərinə atom bombası atılmışdır. Bu bombaların partlaması nəticəsində çoxlu sayda insan həlak olmuş, minlərlə insan yaralanmışdır. Şəhərdə evlər, məktəblər, xəstəxanalar və digər binalar tamamilə dağıdılmışdır. Atom bombasının təsiri yalnız partlayış anı ilə məhdudlaşmamışdır. Sağ qalan insanlar uzun illər müxtəlif sağlamlıq problemləri ilə üzləşmiş, ətraf mühit ciddi şəkildə zərər görmüşdür. Bu hadisələr bütün dünyaya atom silahının nə qədər təhlükəli və dağıdıcı olduğunu göstərmişdir. Atom bombalarının atılmasından sonra Yaponiya müharibəni dayandırmış və bununla da 2-ci Dünya müharibəsi sona çatmışdır. Bu hadisə tarixdə çox ağır və acı nəticələri olan bir hadisə kimi yadda qalmışdır. Nə üçün faşistlər Bakıya can atırdılar? Faşistlər 2-ci Dünya müharibəsi illərində Bakını işğal etməyə xüsusi əhəmiyyət verirdi. Bunun başlıca səbəbi şəhərin çox zəngin neft ehtiyatlarına malik olması idi. Bakı həmin dövrdə dünyanın ən mühüm neft mərkəzlərindən biri sayılırdı və bu ehtiyatlar müharibə aparan dövlətlər üçün çox vacib idi. Neft tankların, təyyarələrin və digər hərbi texnikaların əsas yanacaq mənbəyi olduğuna görə Bakının ələ keçirilməsi Almaniya ordusuna böyük üstünlük verə bilərdi. Eyni zamanda Bakı neftinin itirilməsi Sovet İttifaqının hərbi gücünü xeyli zəiflədər, ordunun döyüş qabiliyyətinə ciddi zərbə vurardı. Bu səbəblərə görə faşistlər Bakını ələ keçirməklə həm neft ehtiyatlarına sahib olmağı, həm də SSR-ni zəiflətməyi əsas məqsəd kimi qarşıya qoymuşdular. Düşmənin dilini öyrənməyin hansı üstünlükləri ola bilər? Düşmənin dilini öyrənmək müharibə zamanı böyük əhəmiyyət daşıyır. Bu, düşmənin verdiyi əmrləri, yazdığı sənədləri və apardığı danışıqları başa düşməyə kömək edir. Dil bilən tərəf düşmənin planlarını və məqsədlərini vaxtında öyrənə bilir. Bununla da hazırlıqlı olur və düzgün qərarlar verir. Eyni zamanda düşmənin düşüncə tərzini və zəif cəhətlərini anlamaq mümkün olur ki, bu da üstünlük qazanmağa şərait yaradır.
Müharibədə qələbə qazanmaq üçün nələr vacibdir? Müharibədə qələbə qazanmaq üçün bir çox amillər vacibdir. İlk növbədə güclü, intizamlı və yaxşı təlim keçmiş ordu olmalıdır. Ordunun başında duran rəhbərin təcrübəli və uzaqgörən olması, düzgün hərbi strategiya hazırlaması böyük rol oynayır. Əsgərlərin silah-sursat, ərzaq və digər ehtiyaclarla vaxtında təmin edilməsi də qələbə üçün əsas şərtlərdəndir. Bundan başqa xalqın birliyi və ordunu dəstəkləməsi döyüş ruhunu yüksəldir. Bütün bu amillər bir araya gəldikdə müharibədə qalib gəlmək mümkün olur. Bəli, bu qədər. 25-ci dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.